və özümüzə bu sualı da verməliyik ki, ancaq ver, hamı deyir ver, hamı deyir ver, işləmir, işlə məşğul olmur, iş təklif edirsən, işləmək istəmir, ancaq deyir ki, ancaq dövlət verməlidir. Yəni bu da bir başqa bir ziddiyyətdir. Müəllim, çox təşəkkür edirəm. Bir sualımız da var, onu da səsləndirim, başqa sual soruşuram. Yazılıb ki, bir vətəndaş olaraq gənc öz gələcəyini öz ölkəsində yox, başqa bir ölkədə qurmaq istəyirsə, sizcə bunların səbəbi nədir? Bugün gənclərimiz başqa ölkələrə çox meyl edirlər. Bunun birinci səbəbi yanlış təbliğatdır. Mən düşünürəm ki, yaşamaq üçün Azərbaycandan gözəl bir yer yoxdur, gözəl bir ölkə yoxdur. Sadəcə burada müxtəlif amillərin rolu var.